Salam dostlar, mən Onur Rəsulov. Bu videoda mən ümumiyyətlə maliyyə bazarına əgər qoşulub ticarət edirsinizsə, trader olmaq istəyirsinizsə və ya da ümumiyyətlə investisiya ilə məşğul olursunuzsa, bu bazarın acı həqiqətləri haqqında bir iki nüansı diqqət sizə çatdırmaq istəyirəm. Çünki belə bir axtarış var. İnsan hamımız bu yolu keçmişik təbii ki. Başlanğıcda məsələ mən bu bazara qoşulanda mən də düşünürdüm ki, bazarda möcüzəvi bir strategiya var və biz bunu tapsaq və salam da çox rahat bir şəkildə pul qazanıb zəngin olacağıq. Amma təəssüf ki, elə bir şey yoxdur dostlar. Bazarda möcüzəvi bir strategiya yoxdur. Bunu bir mənalı olaraq qəbul etmək lazımdır. Bunu da boşuna demirəm. Çünki mən bu sahəni araşdırarkən yüzlərlə akademik məqalə, kitab və s. bu sahədə olan pro traderlər oxumuşam. Hər hansı bir YouTuber və s. nə bilim orada burada götürüb texniki analiz kitabı yazan, ay bu smart money-dir, bu Elliot dalğa nəzəriyyəsidir kimi boş-boş şeylər deyil də, həqiqətən data yönümlü kitablar oxumuşam. Və bu kitabları oxuyarkən mən gördüm ki, bəli, bu adamlar bazara daha çox o peşəkar, yəni bazarda müəyyən uğurlu olan insanlar bazara sistematik yanaşırlar, data yönümlü analiz aparırlar. Onlar Şamın quyruğu bax belə olacaq, indi belə olacaq. Burada nə formasiyası yaranıb, indi belə olacaq. Smart money belə oldu və s. kimi və ya da gecikən indikatorlarla, nə bilim 20 günün ortalama deyək sadə ortalaması, RSI bu siqnalı verdi, indi alışa gedəcək tipli şeylər deyil. Onlar sistematik yanaşırlar. Burada alacağam, burada satacağam. Bu mənim hipotezimdir. Bunu bəlkə test edirlər. Görün keçmişə baxanda bu səviyyə özünü neçə dəfə təsdiqləyir. Həqiqətən mən həmin o giriş-çıxış nöqtələrini təyin etsəm, onlar öz-özünü doğruldurmu? Ən azı 100 ticarətdən neçəsində özünü doğruldur, neçəsində özünü doğrultmur? Bunu təyin edirlər. Ondan sonra risk menecmenti təyin edirlər ki, mən hər dəfə qazananda nə qədər qazanacağam, itirəndə nə qədər itirəcəm. Siz tutaq ki, 100 ticarət eləməlisiniz və ya da 10 ticarət eləməlisiniz. Tutaq ki, strategiyanız fərz edək 70% effektivdir. Siz elə 3 ticarətdə ard-arda stop loss ola bilərsiniz. Ard-arda stop loss ola bilərsiniz və siz cəmi 3 dəfə siz vəsaitiniz bitirsə, yəni böyük risk götürürsünüzsə, siz ondan kənarlaşmış olursunuz. Yəni bütün bu nüanslara diqqət edəndə biz baxırıq ki, yəni sistematik ticarət, risk menecment bir-birinin ayrılmaz bir parçasıdır. Biri olmazsa digər olmaz. Bundan əlavə dostlar, bir də bazarın psixoloji, yəni mental yönü var. Bu çox vaxt dediyim kimi biz təzə başlayan insanlar bunu diqqətə almır və ya da biganə yanaşır. Ki, boş şeylər, strategiya var. Mən qısa zamanda zəngin olacağam. Çünki bazara daxil olan insanların böyük əksəriyyətində belə bir arzu var, böyük bir xəyal qurur və o xəyala çatmaq üçün aqressiv risklər götürür. Özünün nə xəbəri olmadan və sonra birdən hesabı partlayanda və ya da zərər yeyəndə sanki ayrılmış olur ki, mən neynədim? Məsələ, zərərə gedir, tutaq ki, $10 zərərdədir, bağlamır, $100 zərərdədir, bağlamır. Bir kərə stop lossuz ticarət etsə, onsuz da belə deyək, yəni bunun sonu yoxdur. Stop lossuz ticarət etsə, ən yaxşısı bu bazara heç yaxın durmayın. Bunu unutmayın. Təkrar edirəm, stop loss olmadan, yəni zərərimi durdur, əmri olmadan ticarət edirsə, xahiş edirəm, istər investisiya olsun, istər trading olsun, yaxın durmayın. Amma deyək ki, lap stop loss qoymursunuz, deyirsiniz ki, burada bağlayacaq. Bazar məsələn $10 bağlamısınız, zərər. $20 yenə, $100 yox, $200, $300, $500. İndi balansa görə. Zərər gəlir $1000, $2000 bağlamır. Mən bu zərəri necə bağlaya bilərəm? Artıq bir yerdən sonra deyək o psixoloji hədd keçiləndən sonra ümumiyyətlə artıq zərəri bağlamasın və deyir ki, hesab partlasın mənim canım qarşısında belə deyək. Mən belə insanlar görmüşəm ki, məsələn $30.000 hesab partlatmışdı. Və likvidasiya olmuşdu belə deyək. Dedi ki, mən çox rahatladım artıq, yəni mental olaraq rahatladım. Çünki bütün günü gözüm telefondaydı, necə olacaq hesab. Belə trade olmaz. Bu insanın özünə etdiyi iş səncədir, yəni biləsiniz. İndi böyük əksəriyyət açıqcası mən bu sektorda çalışdığım üçün aşağı yuxarı bu sektorun mətbəxini bilirəm. Aşağı yuxarı elədir. Yəni əksər insan əməliyyat açır, qazanır biraz, böyük bir sevinç yaşayır, adrenalin partlayır beynində və deyir ki, vəssalam mən məsələni həll eləmişəm. Sonra ikinci tradedə zərərə gedir, başlayır depressiya düşür və ya da o aqressiv belə deyək də risklər götürür ki, zərərini bağlasın və hesabı məhv etmiş olur. Ona görə bu bazarda belə deyək də statistik olaraq böyük əksəriyyət itirir. Böyük əksəriyyətin strategiyadan daha çox və ya da risk menecmentdən daha çox o mental disiplini yoxdur. Ki, ən azından məsələ trade edərkən blok şəklində düşünsün ki, bax mən məsələ 20 trade edəcəm, 30 trade edəcəm və 30 tradein sonunda nə qazanacağam. İndi dostlar, bu mental disiplini formalaşdırmaq təbii ki, müəyyən bir zaman istəyir və vaxt istəyir. Nə baxımdan? Məsələn, bir çox insan, təlimə qoşulan insanlarla baxıram. Məsələn, sistemi izah edirəm, sistematik ticarəti izah edirəm ki, mən özüm də şəxsən onunla ticarət edirəm və nəticələrimi də arada paylaşıram. Əlavə olaraq da skrinləri atıram ki, baxın, trend ticarətidir, baxın, burada girsək belə olurdu, sistem siqnal vermişdi və yaxud da filan səviyyələrdən pullbacklər var idi, bunu eləyə bilərdik. Açmısınız əməliyyat? Yox, açmamışıq. Məsələ odur ki, sistemə tabe olmuruq, sistemlə davam edə bilmirik. Çünki bu işə bir yəni oyun kimi baxılır ki, mən məsələ burada indi əməliyyat açacağam, bir saniyə içərisində böyük bir qazanca keçəcəm və salam, onunla da iş bitmiş olacaq. Əziz dostlar, belə bir dünya yoxdur. Baxın, bir çox insan algoritmlə, siqnalla ticarət edir. Mən sizə bir gerçək deyim. Dünyanın ən böyük algo trade fondlarından birisi var, Sigma fondu. Bu fond daha çox algoritmik ticarət edir və bu fond özü belə insan artıq traderlar işə götürməyə başladı 2 il bundan əvvəl. Niyə? Çünki mükəmməl şəkildə bazar belə deyək də mexanik deyil ki, burada aldım, burada satdım, çıxdı. Belə bir dünya yoxdur. Çünki bazar ehtimallarla işləyir və ümumiyyətlə ehtimal nəzəriyyəsində o bias probability deyirlər, məşhur riyaziyyatçının adı ilə bağlıdır. O bias probability deyirlər. Bias probability odur ki, siz ehtimalınızı data əldə etdikcə ona əsasən dəyişirsiniz, yəni update edirsiniz. Bu baxımdan bu bazarda da siz durmadan informasiyanı həzm etməlisiniz. O informasiyaya görə öz pozisiyanınızı dəyişməlisiniz, stop lossunuzu düşürməlisiniz və ya da biraz tez çıxmaq lazımdır, tez çıxmaq lazımdır və ya da biraz gözləmək lazımdır. Yəni informasiyaya görə hərəkət etmək lazımdır. Yoxsa bazarda belə möcüzəvi bir mexanik bir sistem yoxdur ki, buradan aldım, burada satdım və salam və ya da robotumu qoşdum, robot mənə pul qazandıracaq. Yəni belə şeylərə vaxtınızı sərf etməyin dostlar. Ticarət dediyim kimi təcrübə istəyir, oturub kompüterin qabağında vaxt keçirmək istəyir. Təkrar edirəm, kompüterin yox, telefonun yox, kompüterin qabağında. Burada da bir nüansı da diqqətinizə çatdırım. Deməli mən
bir prime broker'ın nümayəndəsi ilə görüşmüşdüm və o dedi ki, mən daha çox belə deyək də maliyyə bazarının, ümumiyyətlə bu bilgi tutumu sahibi olduğunuza görə mən düşünürəm ki, insanlar ən azı öyrənib sonra bazara girməlidir. Təbii ki, zəngin olmaq üçün yox, ən azı itirməzsiniz və ya da böyük zərərlərə getməzsiniz. Çünki mən də təcrübəsiz başlayıb böyük pullar itirmişəm və bir çox insan bu şeyin qurbanı olub. Amma bazarı siz biləndə buranın oyun yeri olmadığını bilirsiniz və daha diqqətli davranmağa başlayırsınız. Bu adam mənə dedi ki, böyük bir broker şirkətinin nümayəndəsidir. Yəni qlobal olaraq belə deyək də onların dövriyyəsi milyard dollarlandır. İstər səhəm, istər forex bazarı olsun, istər CFD olsun, fərq etməz. Mən bu söz deyəndə o mənə güldü, dedi ki, biz statistikaya baxırıq. Xüsusilə Cənubi-Şərqi Asiya ölkələrində, Türkiyə və bir neçə başqa ölkədə dedi. Biz oradakı traderlara baxırıq. Onların 80-90% telefondan ticarət edir. Yəni bu anlama gəlir ki, bu adamlar çünki telefonda bir analiz apara bilməzsiniz. Bu mümkün deyil. Telefonda nəsə bir analiz, bir qrafika baxım, bu nədir, hara gedir, nə edir? Mən 5-6 dənə sayt açıram, 5-6 dənə yerdən informasiya əldə edirəm, ondan sonra əməliyyata girirəm ən azından. Siz telefonda bunu necə edə bilərsiniz? Deyir ki, böyük əksəriyyət 80-90% biz traderlara baxırıq, gənc uşaqlardır və əksəriyyəti telefondan edir. Ya alır, satır. Bu bir oyundur dostlar. Bununla siz nəticə əldə edə bilməzsiniz. Ən azı bazarda bir trader və investor olmasınızsa, ilk öncə dostlar bir alətə fokuslanın. Məsələn, tutaq ki, forex ticarət edirsə avro dollar. Mən avro dollarla ən çox ticarət edirəm. YouTube kanalımda da canlı treyderlərimi görə bilərsiniz. Bilənlər də bilir. Mən ancaq avro dollara baxıram. Həmən isə qızıla da baxıram. Eyni qədər alətlə də ticarət edə bilərəm. Amma bu qazanmaq üçün bir alət kifayət edir. Niyə? Çünki bir aləti çox izləyəndə onu tuta bilirsiniz ki, hansı saatda nə edəcək, hansı sessiyada nə edəcək, onu anlaya bilirsiniz. Amma siz 20 dənə alətdə bu gün avro dollar, sabah qızıl, o birisi gün nə bilim Bitcoin, ondan başqa gün səhəm, hər şey bir-birinə dolaşır. Belə olmaz. Bir alətə fokuslanın. Onu araşdırın, onu incələyin, onu tanıyın, bilin, ondan sonra ticarətə girin. Birinci variant bu. İkinci bir tərəfdən dostlar, ən azı ticarətə girmədən əvvəl siz səhər girib baxmalısınız. Tutaq ki, ən bəsitindən ekonomik kalendarı açırsınız. Aha, ekonomik kalendarda investing.com-da baxırsınız görün bu gün məsələ bazarda hansı xəbər olacaq, hansı vacib xəbərlər olacaq. Tutaq ki, mən avro dollarına ticarət edirəmsə, əsasən Amerikadan gələn xəbərlərə baxıram ki, Amerikada bu gün hansı vacib xəbərlər açıqlanacaq. Bəlkə məsələn inflyasiya çıxacaq, non-farm payroll çıxacaq. Məsələn, həmin gündə mən adətən ticarət etmirəm. Çünki böyük bir hərəkətli yolu onu proqnoz etmək olmur. Hətta bazarda uzaq durmaq lazımdır. Və ya da Amerikaya girəcəksinizsə, ən az bu xəbəri bilirsiniz ki, o xəbər qabağı böyük bir hərəkətli yol xəbər açıqlanan vaxtı stop lossunuzu sürüşdürəsiniz və ya da əməliyyatınızı bağlayıb çıxacaqsınız ki, hesabınızı qoruya bilərsiniz. Bu bir. İkinci tərəfdən dostlar, yəni birinci xəbər analiz etdikdən sonra bir qrafika baxmalısınız. Sisteminizə əsasən ticarət etməlisiniz. Bu gün sistem məndən nə deyir? Burada siqnal varmı? Əməliyyata girmə fürsəti varmı yoxsa yox? Yoxsa elə bəxtəbəx buradan aldım, burada satdım, zərərə getdim. Və ya da ki 5 dəqiqə vaxt keçirməklə siz bazarı analiz etdiyinizi mi düşünürsünüz? Belə şey yoxdur dostlar. Mən indiyə qədər telefondan ticarət eləməmişəm, açıqcası deyim. Mən hər zaman əməliyyatımı açanda kompüterdən açıram, dediyim kimi baxıram, analiz edirəm. Və ya da ki daha effektiv məsələ son vaxtlar istifadə etdiyim ən gözəl vasitələrdən birisi order bloklara baxıram. Tutaq ki, mən avro dollara məsələn burada alış açmışam. Baxıram ki, avro dollarda məsələn bu hissədən almağa dəyər. Niyə o hissədən almışam? Çünki həmin o hissəyə baxanda mən gördüm ki, orada bir order blok var. Bu hissədə bir order var idi. Qiymət o hissəyə dəydi və belə deyək, alış istiqamətinə getdi. Yəni gözləyirik ki, daha yaxşı fürsətdən, daha yaxşı qiymətdən girək. Bütün bunlar üzərində işlənilməli məsələlərdir. Amma siz 8 saat indi təbii ki, insan işləyir, fərqli-fərqli işlərlə məşğul olsa da, gəlib gün ərzində 1 saat vaxt sərf edirsinizsə, orada uğurlu olma ehtimalı çox aşağıdır. Yəni bu bir peşədir. Bir peşədir. Bir hobbi kimi yanaşmalısınız. Kifayət qədər vaxt sərf etməlisiniz. Və digər önəmli faktor, əgər siz buradan pul qazanacam, filan işlərimi görəcəm deyirsinizsə, çox yanlış bir yanaşmadır. Niyə görə? Çünki psixolojik olaraq siz yüklenirsiniz və özünüzü idarə edə bilmirsiniz. Buradakı yatırımınıza, vəsaitinizə kənara qoyursunuz. O sizin necə deyim, ya həyat keyfiyyətinizi aşağı salmamalıdır buradakı vəsaitiniz, ya da ki necə deyim, sizin həyatınız oradakı investisiyadan, oradakı vəsaitdən asılı olmamalıdır ki, siz özünüzü emosional olaraq idarə edə biləsiniz. Və o vəsaitinizi ayırırsınız. Hətta mən tövsiyə edirəm başlanğıcda əsla və əsla böyük vəsaitlərlə qoşulmayın. Kiçik bir vəsaitlə qoşulun və ilk öncə sistemi ticarət edin. Buna fokuslanmayın. Sistemi ticarət edin. Sistemi ticarət edin və baxın ki, sistem necə işlədi? İşləyirmi, işləmirmi? Harda yanlışlar var? O yanlışlar nədən olur? Mən onu düzəldə bilərəmmi, düzəldə bilmərəmmi? Bütün bunları test etdikdən sonra, effektini gördükdən sonra artıq istədiyiniz rəqəmlə ticarətə başlaya bilərsiniz. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Çünki mən baxıram ki, bir çox insan belə çırpınır, müxtəlif yanaşmalar axtarır, təlim kursları axtarır. Məsələn, mən bir nüansa da diqqətinizə çatdırım, təlim kurslarla bağlı. Məsələn, Azərbaycanda Ikimoku tədris edən insan var. Məsələn, 5000 manata tədris edirlər bunu. Halbuki YouTube-da o pulsuz siz onu görə bilərsiniz, Ikimoku indikatoru. Və başqa bir şey deyim. Məsələn, ingilis bir trader var, Patrick Reed. Mən izləyirəm onu. Belə yəni ortalama bir səviyyədə bir traderdir. Məsələn, baxıram, Adams Principles öyrədirlər. Məsələn, bir dəfə webinardan qoşuldum, görüm nə öyrədir. Çünki mən maraqlıyam. Kim nə öyrədir? Hər kəsin datasını almaq, hər kəsdən yeni bir şey öyrənmək üçün dedikdə mən böyük həvəsim var ki, ən azından o bildiyimiz şeylə daha da inkişaf etdirək. Məsələn, baxdım, gördüm ki, adam volume profile öyrədir. Baxın, onun bir illik proqramı 14.000 funt sterlinqdir, bir aylıq proqramı 4.000 funt sterlinqdir. Təsəvvür edirsiniz, 4.000 funt sterlinq. Ödəyirsiniz, sonda sizə və bu bir aylıq proqramda sizə nə öyrədir? Volume profile. Volume profile mən sizə pulsuz öyrədərəm, yəni hər yer doludur. Kinoğlu volume profile ilə tədris edir və bunu mövcud adlandırır. Ki, dediyim kimi, düzdür, özü uğurlu trader, ona sözüm yox, amma ya bu bilinən bir şeydir. İndi bu baxımdan siz də bazarda, ay bu təlim, bura qoşulum, xeyr. Təlim sadəcə sizə istiqamət verə bilər və sistemi öyrənin.
sistematik ticarəti öyrənin. Mən də təlim verirəm, mən də sistematik ticarət öyrədirəm, amma mən istifadə etdiyim sistem ta 2018-dən bəri bəlkə eləmişəm, 2023-də tədrisinə başlamışam. Eyni yanaşma hələ də işləyir. Eyni yanaşmalar hələ də işləyir. Amma onu apply etmək üçün, tətbiq etmək üçün belə deyək, mental disiplin lazımdır ki, siz həqiqətən oturasınız, gözləyəsiniz, qiymət ora gəldi, tutaq ki, satırıqsa satış, açırıqsa satış açmalıysa satırıq, alış açmalıysa açırıq, stop lossumuzu qoyuruq, take profitimizi qoyuruq və o sistemdən davam edirik. Amma yox, siz düşünürsünüz ki, mən bir robot olacaq, mexanik bir sistem olacaq, elə çay içə-içə, nə bilim, yolda gəzə-gəzə, maşın sürə-sürə əməliyyat açacağam, oradan pul mənə axıb gələcək. Boşuna vaxtınızı sərf etmiş olarsınız, eyni zamanda vəsaitinizi də sərf etmiş olarsınız. Trading bir, dediyim kimi, peşədir, bir işdir, kifayət qədər çətin bir işdir. Mənim təxminən 10 ilimi, yəni 10 ilimin artı 7 ilini demək olar ki, mən belə deyək, birinci hissəni belə amatör trader deyirdim, hər kəsin istifadə etdiyi yanaşmaları tətbiq edirdim. Ondan sonra bir 3 il araşdırmağa sərf etmişəm. İndi artıq belə deyək, son 2 ildir ki, artıq bəli, mən oradan müəyyən bir nəticələr görməyə başlamışam. Amma siz də heç cəmi cümlətən bir ay, bir həftə sərf etmədən maliyyə bazarında trade edib uğurlu olmağı düşünürsünüzsə, təşkil edirəm bu uğursuzluqla nəticələnəcək. Çünki belə bir reallıq yoxdur heç bir sahədə. İstənilən sahə olsun, istər real məhsul satışından məşğul olun, istəyirsiniz xidmət satışından məşğul olun, müəyyən zaman istəyir. Adi bizdə məsələn bazarda alverçilər var, gedin soruşun, eyni məhsul satırlar, amma onların hər birisinin özünün fərqli strategiyası var. Biri üzərinə yüksək qiymət qoyur, gözləyir, məsələn, gündə məsələn 1-2 satış qazanır, o birisi isə daha az qoyur, daha çox satır. Yəni hər kəsin individual bir yanaşması var. Siz də maliyyə bazarına qoşularkən bir sistemi, bir yanaşmanı individuallaşdırmalısınız. Sizin xarakterinizə hansı daha uyğundur, daha yaxşı olan nədir? Onu üzərində düşünməlisiniz, baş yormalısınız, araşdırmalısınız. Ondan sonra artıq siz trader və ya da investor ola bilərsiniz. Digər tərəfdən də bu al, unut getsin deyən yanaşmalar var, bu tip adamlar var, investisiya məsələsi. Onu da mən səhm bazarına daxil olarkən, yəni səhm alarkən bunları bilməlisiniz videosunu izah etmişəm. Misal üçün, o çox yanlış bir strategiyadır, uzun vədidə. Birincisi sual ola bilər, nə qədər uzun vədidə? Məsələn, mən orada Microsoft örneği vermişəm ki, Microsoft səhmi 2000-ci illərdə zirvədə idi. Ondan sonra 15 il boyunca Microsoft həmin o zirvəyə gəlməyib, 2000-ci zirvəsinə. 15 il boyunca, 2016-da gəlib. İndi siz bir yatırım edib 15 il gözləyə bilərsinizmi? Ona görə uzun vadeli yatırım deyəndə sual olmalı ki, nə qədər uzun vadeli? Bəlkə mənim ömrüm yetməyəcək onu gözləməyə. Yəni belə klişelərdən xeyr, dağıdıcı olun. Maliyyə bazarına qoşulursunuzsa hər şeyi sorğulayın, dağıdıcı yanaşın. Heç bir şeyi hazır bir həqiqət kimi alıb yanaşmayın. Onu tənqid etməyə. Mən bir strateji üzərində düşünəndə heç vaxt onun optimizmi haqqında düşünmürəm. Birinci problemlərini düşünürəm. Bunun nə problemi var? Və təlim verəndə də onu çatdırıram ki, baxın dostlar, bu strategiya belədir, çox əla möcüzələr göstərənlər, amma bunun bu problemi var. Bu problemi həll etmək üçün və ya oradakı problemi minimallaşdırmaq üçün bu yanaşmalardan istifadə edirik. Yəni məsələ belədir. Hər zaman tənqidi yanaşın. Özünüzün də strategiyasına. Yoxsa al bunu qazanacaqsan, belə narrativlərə inanmayın. Belə dostlar, ümidədirəm faydalı olmuşdur. Videoların davamını gözləyirsə, videonu like atmağı və kanala abunə olmağı unutmayın. Növbəti videoda daha çox risk menecmentindən bağlı başqa bir elmi yanaşma olan videonu hazırlamaya çalışacağam ki, onu da paylaşacağam. Təşəkkür edirəm dostlar.